Test toplusu İngiliz dili. İsim mevzusu 3-cü hissə. Choose a line of compound nouns. Mürəkkəb isimlər cərgəsini seçin. Baxırıq A bəndində inkput mürəkkəb isimdir. Matchbox mürəkkəb isimdir. Salesman mürəkkəb isimdir. A bəndində hər üçü mürəkkəb isimdir. A bəndi doğru cavabdır. O birisi bəndlərə baxaq ki, onlar niyə olmaz? Matter sözü sadə isimdir. B bəndində. C bəndində application sözü düzəltmə isimdir. Attendance sözü D bəndində düzəltmə isimdir. Project sadə isimdir Y bəndində. Doğru cavab A bəndidir. 10-cu sual choose a compound nouns. Mürəkkəb isimlər cərgəsini seçin. Baxaq A bəndində butterfold, butterfly mürəkkəb isimdir. Childhood isə düzəltmə isimdir. A bəndi doğru deyil. B bəndində bus house mürəkkəb isimdir. Workroom mürəkkəb isimdir. Salesman mürəkkəb isimdir. Hər üçü mürəkkəb isimdir. B bəndi doğru cavabdır. O biri bəndlərə baxaq. Waitress düzəltmə isimdir. Burada brotherhood düzəltmə isimdir. D bəndində. Freedom sözü mürəkkəb isim deyil. Doğru cavab burada B bəndidir. Onda B bəndi doğru cavabdır. 11-ci sual choose a compound nouns. Mürəkkəb isimləri seçin. A bəndində girlfriend mürəkkəb isimdir, amma poetess sözü isə düzəltmə isimdir. A bəndi ola bilməz. Burada B bəndində happiness düzəltmə isimdir. B də ola bilməz. C bəndində kingdom düzəltmə isimdir. D bəndində snowstorm, framework, sunset. Hər üçü mürəkkəb isimdir. D bəndi doğru cavabdır. Y bəndi niyə olmaz? Modernity düzəltmə isimdir. D bəndi 11-də D bəndi doğru cavabdır. 12 və 13 nömrəli testin cavabını kommentlərdə yazın. 12-ci sual choose a compound nouns mürəkkəb isimləri seçin. 13-cü sual isə choose a compound nouns mürəkkəb isimləri seçin.